26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə bir yumruq Bərdə qaziləri, İctimai Birliyin üzvləri, Bərdə Ağsaqqallar Şurası və Hərbi Səfərbərlik və Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin nümayəndələri əvvəlcə Ümumi lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra iştirakçılar Bərdə Şəhidlər Xiyabanını ziyarət edərək vətən uğrunda canından keçən şəhidlərimizin məzarı önünə gül dəstələri düzüb ruhlarına dualar oxuyublar. Çıxışlarda bildirilib ki, şəhidlərimizin xatirəsinin uca tutulması və qazilərimizin qəhrəmanlığının yüksək qiymətləndirilməsi xalqımızın milli mənəvi dəyərlərinin sədaqətinin göstəricisidir. Qeyd olunub ki, Ümumi lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Sonda Azərbaycan ordusuna uğurlar, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm can sağlığı arzulanır. Vüsal Rafiqoğlu, Mirələm Məmmədov, Aran TV, Bərdə.